Salam, efirdə xəbərlərdir. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək. Qeyd olunur ki, Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət narahat edici olaraq qalır. Ölkənin din qanunu, dini icmaların qanuni şəkildə dini fəaliyyətlə məşğul ola bilməsi üçün onlara ağır qeydiyyat tələbləri qoyur. Fevral ayında Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası ölkədə dini etiqad azadlığının vəziyyətini araşdırmaq və dini icma nümayəndələri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər edib. Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası 2025-ci il üçün illik hesabatında Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına görə xüsusi nəzarət siyahısına daxil etməyi tövsiyə edib. Məlumatda deyilir. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.